balam üçün sizlərdən kömək istəyirəm. Allah heç bir ananı, atanı bala üçün çətinliyə salmasın. Bugün bizim üçün çox çətindir, ona yetə bilməmək. Çünki Ayan əməliyyat olunmasa heç vaxt gəzə bilməyəcək, danışa bilməyəcək, iflic ola bilər. Məmmədova Ayanın anasıyam. Mənim qızım beyin qüsurludur. Korpus kallezum agneziyadan əziyyət çəkir. Balam bugün gəzə bilmir, danışa bilmir, yeməyini yeyə bilmir, suyunu içə bilmir, heç bir ehtiyacını özü ödəyə bilmir. Ayan ehtiyac sahibi uşaqdır. Əziz analar, bacılar, əziz xalqım, atalar, mən balam üçün sizdən kömək istəyirəm. Onun sağalmağı üçün, gəzməyi, danışmağı üçün balama əl tutun. Ayan 6 ildir müalicə alır. 3 dəfə sinir açma əməliyyatı olubdur. Bugündən sonra da 3 dəfə əməliyyat olmalıdır.